Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü testimizin izahında sizə sınaq şəklində artıq qalma məsələlərini seçmişəm. Hansı ki, sınaq qrupumuzda bilirsiniz ki, həftənin bir günü mövzu sınaqları, 2 günü 1995-dən 2024 daxil olmaqla abituriyentlərimizin qəbulları və həftənin bir günü isə kimya test toplusundan ətraflı suallar və hər dəfə məsələn çətinlik çəkdiyimiz yerlər. Məsələn, bir dəfə artıq qalma məsələləri, bir dəfə faiz məsələlərinə aid sınaq, bir dəfə çıxıma aid məsələlər, məsələn, bir dəfə qarışığa aid məsələlər. Hansı ki, bilirsiniz ki, kimyada bu cür məsələ tipləri var və mən də hər dəfə sınaq qrupumuzda həftənin bir günündə bunları təşkil edirəm. Bu dəfəki bazar günü üçün olan sınaq, yəni qrupumuzda artıq qalma məsələlərini seçmişəm. Yəni bu test sırf bu 15 dənə sual artıq qalma məsələlərdə. Əgər kim çətinlik çəkirsə, indi onun izahını verəcəm. Sınaq qrupumuz davam eləyir. Əgər kim istəsə sınaq qrupumuza qoşula bilər. Keçək suallarımıza. Deməli, əlaqə nömrəmizdə 051 455 41 67-dir. WhatsApp əlaqə saxlaya bilərlər. Qrupa salaram, əlavə eləyərəm. Deməli, birinci sualımızda görürük ki, bizə reaksiya tənliyini verib. SO2-nin kükürt 4 oksidin oksigenin reaksiyasıdır. Burada alınır kükürt 6 oksid. Adətən bu artıq qalma məsələlərində yəni çətinliklər çox olur. Baxıram ki, yəni çox suallar ortaya çıxır. Qarışıq məsələlərdə budur. Ona görə hər dəfə, hər bazar günü bunların sınavını qrupda işləyirik. İndi keçək bu suallarımızın izahına. Deməli, bizə yazıb ki, SO2 ilə oksigenə A-mol, B-mol işarələyib. Bizdən artıq qalan maddəni və neçə mol artıq qaldığını istəyir cədvəlin içərisində. Amma rum rəqəmlərində isə, aşağıda rum rəqəmi 1-də, A-nı 4, yəni SO2-yi 4 mol verib, oksigeni isə 3 mol verib. A-nan B cədvəlin içərisində SO2 ilə O2-də görürsünüz bunu rahatlıqdan. Aha, indi başlayaq. Deməli, biz buradan artıq qalan maddeyi necə tapacağıq? Əvvəl diqqətdən qulaq asın həminə. Deməli, mən əvvəlcə nə etməliyəm? Baxın uşaqlar, 4 mol SO2 ilə 3 mol oksigen qarışdırıb, əziz müəllimlər. İndi mən bilmirəm axı, bu 4-dən 3-ün hamısı sərf olunub, yoxsa yox. Hasındansa artıq qalıb, yoxsa yox. İndi mən onu axtarmalıyam. Deməli, mən birinci nə etməliyəm? Birinci həmişə məhsulu tapmalıyam. Məhsulu tapıram, görün məhsul neçə mol alınır. Molun altında bilirsiniz ki, əmsal yazılır da. Mən də siz öyrətmişəm, bilməyənlərin də nəzərinə çatdırıram. Məhsulu tapmaq üçün 2 tənasüb gördükdə məhsulu az olanla tapırlar. Baxın, 2 tənasüb burada hasıdır. Biri var, bunun arasında əlaqə qrup X-i tapmaq. Biri də var ki, bunun arasında əlaqə qrup X-i tapmaq. İndi burada yəni 2 tənasüb var. Amma biz bu kefimiz istəyənlə tapa bilmərik ki. Bilirik ki, məhsulu tapmaq üçün 2 tənasüb görəndə bilməyənlər qeyd eləsin. Məhsulu az olanla tapırlar. Azı necə tapırlar? Yuxarını aşağıya bölüb müqayisə edirik. 4-ü 2-yə böləndə 2 düşür, 3-ü 1-ə böləndə 3 düşür. Deməli, az olan budur. Yəni, mən 4 bölü 2, x bölü 2, buradan x eləyəcək 4 mol SO3. Deməli, mən 4 mol SO2 ilə 3 mol oksigeni qarışdıranda 4 mol SO3 aldım. İndi nə edəcəm? Artığı tapmaq üçün tənliyimi yazıram. Tam belə aydın şəkildə yazıram da. Başa düşür. İşvahi də deyə bilərəm. Artığı işvahi də deyə bilərəm, amma özüm demirəm ki, qoy tam hər şeyi yerində göstərim. Baxın, deməli mən SO3-ü 4 mol aldım. Aha. İndi mən nə edəcəm? Tapacağım ki, görüm. 4 mol SO3-dən 4 mol SO3-ü almaq üçün neçə mol SO2, neçə mol oksigen sərf eləməliyəm? Baxın, yuxarıdakı bu 4 ilə 3 qaba töküləndir. Bunun aqibəti necə oldu bilmədim. Nə qədər yerə sərf olunub, nə qədər artıq qalıb bilmirəm. Amma onu tapdım ki, 4 ilə 3-ü qarışdıranda SO3 4 mol alındı. İndi deyirəm ki, görüm o 4 mol SO3 alınması üçün SO2-dən nə qədər sərf olunur, oksigenden nə qədər sərf olunur. İndi bir dəfə x bölü 2 bərabərdir 4 bölü 2. Bu tənasübü yazıram. Y buradan 4 eləyir. İndi z-i hesablayıram. Z bölü 2 bərabərdir 4 bölü 2. Z də buradan eləyir. Yox, oksigenin aşağısı 1-dir, üzr istəyirəm. Burada səhv getdim. Z-in aşağısına bax. Yəni, bunun arasında tənasüblər. Başa düşdünüzmü? Z bölü 1 bərabərdir 4 bölü 2. Buradan da Z neçə eləyir? 2. Indi yuxarı qalxıram. Diqqətdən baxın, diqqətdən.
Deməli, mən yuxarıda görürəm ki, SO2-ni 4 mol tökmüşdüm. Tapdım ki, 4-ü də sərf olundu. 4 çıx 4 bərabərdir 0. Aha, indi oksigenə qayıdıram. Baxıram ki, oksigen yuxarıda 3-dür. Amma mən burada nə qədərini xərcləmişəm, yəni məhsula çevirmişəm, sərf eləmişəm 2 molunu. Deməli, 1 mol O2 artıq. Artıq. Və birincinin cavabı, yəni rum rəqəmi 1-dəkinin cavabı olmalıdır. 1 mol oksigen artıq qaldı. Amma səhv yazıb. Yazıb ki, orada 1 mol, amma SO2-dən artıq qalır. O səhvdə axı biz tapdıq ki, SO2 təmiz sərf olunur. Deməli, bu bir səhvdir. İndi ikincinin üçüncüyü də. Bax, eyni şey sizə 3 dəfə danışıram. Düşünün də, yəni. Daha məncə qəşək mənimsəyə bilərik. O birilər damcı oxşardı, rahat gedəcək onda. 2 mol SO2. Özüm bu sualı birinciyə saldım ki, 3 dəfə eyni şeyi izah edeyim ki, daha yaxşı başa düşün, sonrakılar rahat geçsin. İndi baxıram. İkinci rum rəqəmində SO2-yi 3 verib, oksigeni 4 verib. Əla. Mən yenə indi SO3-ü tapıram. Görüm ki, bunları qarışdıranda SO3 nə qədər alınıb. İndi SO3-ü tapaq. Deməli, 2, 1, 2. Molnaqda əmsal yazdıq. Aha, məhsulu tapmaq üçün 2 tənasüb görəndə bilirsiniz ki, məhsulu az olanla tapırlar. Azı necə tapırıq? Yuxarına aşağıya bölüb müqayisə edirik. 3-ü 2-yə böləndə 1 onda 5, 4-ü 1-ə böləndə 4. Deməli, az olan budur. İndi yazıram 3 bölü 2 bərabərdir x bölü 2. Buradan x-im eləyir 3 mol SO3. Məhsulu tapdım. İndi gedirəm, görüm. 3 mol SO3 almaq üçün neçə mol SO2, neçə mol SO2, neçə mol oksigen sərf eləmişəm. SO3 aldım 3, bura qoydum. Gördünüz? İndi SO2-yə bir A yazıram. Yəni A yazmayaq, orada da AB var deyə. 3-ü bura qoydum. Buna bir Y yazıram. Buna da bir Z. 2, 1, 2. İndi bununla bunun arasındakı tənasübdə neçə eləyir Y? 2-lər gedir, Y eləyir 3. Y buradan 3 eləyir. İndi bununla bunun arasındakı tənasübdə Z neçə eləyir? 1 onda 5. Z-im də bərabərdir 1 onda 5 tənasübümlə. Aha, indi yuxarıya qaydaq. SO2-dən nə qədər tökmüşdü? 3. Nə qədər sərf olundu? 3-ü də. 0. Oksigenden 4 tökmüşdülər. Bu deyik, 1 onda 5-i sərf olundu. 2 onda 5 mol O2 artıq qaldı. Düz yazıb bax. 2-yə baxın. Oksigenden 2 onda 5 mol artıq qalıb. Deməli, ikinci düzdür. İndi üçüncü işləyəcəm. Məncə indi daha rahat gəldi də ikinci dəfə deyəndə. Düz deyilmi? Aha, indi üçüncü işləyirəm. İndi 5-2 verib də bu dəfə. SO2-nin üstə O2 gəldim. Aldım SO3. 2-2. SO2 5 verib, oksigen 2 verib. SO3'ü tapıram 1 2 2 1 2. Məhsulu tapmaq üçün 2 tənasüb görəndə indi məhsulu az olandan tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirik. Az olan budur da 2'yi 1'ə biləndə 2, o birisi 2 onda 5 eləyir. Ona görə az olan oksigendir. Buradan x eləyir 4 mol SO3. İndi yerinə qoyacam. SO2 üstə gəl O2, alındı 2 mol SO3. 4'ü almışam, yerinə qoyuram. İndi buna bir Y, buna bir Z yazıram ki, görün bunların hərəsindən nə qədər sərf eləmişəm ki, 4 mol SO3 almışam. İndi Y buradan, yəni bax bu tənasübdən neçə eləyir? 2'lər ixtisar gedəndə Y eləyir 4. İndi Z böl 1, 4 böl 2 neçə eləyir? Z eləyir 2. Z bərabərdir 2. İndi yuxarıya baxın. SO2'dən qaba nə qədər tökmüşdüm? 5. 5'in 4'ü girdi mi? Elədi 1 mol SO2 artıq. Bəs oksigen 2 minus 2 bərabərdir 0 oksigen. Oksigen təmiz sərf olundu. Amma SO2'dən 1 mol artıq qaldı. Əla, düzgün. Cavabımız 2 3. Tam başa düşüldü də. İkinciyə keçirəm indi. Bir dəqiqə, ikinciyə keçək. Deməli nə deyir? Qapalı qabda eyni kütlədə götürülmüş. Qapalı qabda eyni kütləli alüminium və oksigenin reaksiyasından 204 qram oksid alınmışsa, qabda hansı maddə və neçə qram artıq qalmışdı? Çox qəşəng bir sualdır. Baxın, yazıram alüminium, üstünə gəlirəm oksigen. Alınır alüminium 2O3. Tənliyi yazandan sonra əmsallaşdırıram. Əmsallaşdırdıq mı? Mənə deyir ki, eyni kütləli alüminium və oksigen. Eyni kütləli. Mən nə bunların hərəsinə qədərdir? Amma eyni kütləli olduğunu dediyi üçün ikisinə də XX yazıram. Olar mı? Aha. Və 204 qram alüminium oksid alınıb. Əla yazdım. İndi qramdılar deyə altına da kütlələrini yazıram. 4'ü 27'yə vuranda neçə eləyir? Elə birbaşa yazım da 108. Burada da 6 oksigen var. 6'yı 16'ya vuranda kütlə eləyir 96.
Alüminium çuğu üçün emerini orada verib 102, 2 dənəsi eləyir 204. Yəni uşaqlar 2 mol alüminium çuğu üçün. Ona bax. Ona bax, məsələnin aşağısında alüminium çuğu üçün 102 verib. Əziz müəllimlər, 2 molu da eləyir 204 də bilirik. Aha. İndi gəlin neyniyək? Mən burada 2 tənasüb görürəm. İkisini də rahatlıqla tapa bilərəm. Buyurun. İndi biz diqqətdən qulaq asırsınızsa, bax diqqətdən, əsas məsələ. Mən indi bu məsələdən aldığım nəticəyə görə belə bir mülahizə, yəni fikir irəli sürürəm ki, 204 qram alüminium çuğu əldə eləmək üçün, yəni onun verdiyi bu 204-ü də əldə eləmək üçün 108 qram alüminium, 96 qram oksigen xərcləməliyəm. Yəni bunların hərəsindən bu qədər lazımdır. Amma o mənə məsələdə nə deyib? Deyib bunları bərabər kütlədə tök. İndi uşaqlar, əziz müəllimlər, mən bunları, yəni baxın, yəni baba bu XX, bunları eyni kütlədə tökməliyəm qaba. Düzdür, 204 qram alüminium çuğu üçün alınması üçün 108 qram alüminium, 96 qram oksigen lazımdır. Buna bir şey demirəm. Amma bu deyir ki, bərabər kütlədə tök. Və hasılla nə qədər artıq qalar onu tap. Bax, indi sizə sual verirəm. Alüminium 108 lazımdır, oksigen 96 lazımdır. Yəni bunları töksən tam rahat gedər və 204 qram alüminium çuğu alınır. Amma bu deyir bərabər kütlədə tök. İndi sizə sual verirəm. Sizcə mən indi bunu tökəndə çoxdan töküm ki, hər ikisi rahat reaksiya girsin, yoxsa azdan töküm? Əlbəttə ki, çoxdan. Nəyə görə bizim? Yəni reaksiya gedəndə düzdür. Məsələn, normada töksək hərəsini lap yaxşıdır. Yəni maddəmizə qənaət eləmiş olarıq. Amma az tökmək olmaz. Çünki sən az töksən, heç vaxt reaksiyanı aparanmazsan. Məsələn, uşaqlar, biz burada, məsələn, mən bunları 96-96 töksəm, oksigen deyəcək, hə, nə gözəl, mənə 96 lazımdır. Amma alüminium deyəcək, hara tökdün 96-nı? Məndən 108 lazımdır. Mən o reaksiyanı gedib 204 qram alüminium oksidi sənə verə bilməyim üçün məndən 108 tökməlisən. Amma sən neynəmsən? 96 tökmüsən. Onda mən reaksiya girmirəm. Bu alüminium reaksiyaya girmirsə, onda mən alüminium çuğu üçün necə alım ki? Deməli, belə yadınızda saxlayın ki, onda çoxdan tökməliyik ki, hər ikisi rahat reaksiyaya girsin. Deməli, mən bunların ikisini də 108-108 töksəm, heç bir problem olmur. 108 qram alüminiumun hamısı sərf olunur, 0 alüminium. Amma 108 qram oksigenin 96-sı sərf olundu, 12 qram oksigen artıq qaldı. Buyurun, bax belə. Əla. Cavab 12 qram oksigen varmı? Əlbəttə cavab A variantı. İndi 3-cü sual izah edirəm. Diqqətdən qulaq asırsan. Bir dəqiqə bunu yuxarı qaldırım belə. Uşaqlar, 3-cü sualda nə deyir, əziz müəllimlər? Sinklə kükürt qarışığını qızdırdı. Sink, üstəgəl, kükürt. Nə gözəl. Alınır sink sulfit. Sfalerit mineralı da besiz. Bunu verib 15 qram. Bunu verib 6,4 qram. Artıq qalma məsələsi də mənə deyir ki, bu reaksiya üçün hansı mülahizə, yəni hansı fikir doğrudur. Baxıram ki, cavablarda alınan singesi istəyir mütləq şəkildə. Bax, cavablara bir baxın. Singesi istəyir də nə qədər sink sulfid alınır. Deməli, mənim birinci işim sink sulfidi tapmaqdır. Bu 65-dir, bu da 32-dir, bu da 97-dir də bilirsiniz. 65, 32, 97. Bilirsiniz ki, məhsulu tapmaq üçün 2 dənə azır görəndə məhsulu az olandan tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirik. Deməli, 15-i 65-ə bölürsünüz, 6,4-ü 32-yə bölürsünüz. Əlbəttə ki, az olan budur. Bu 0,2 eləyir, amma o birisində 0,2-nin arxası olur da. İndi bax, bunun arasındakı tənasübdən nə alıram? X bərabərdir 19,4. Çünki 6,4-dən 32 xısar gedəndə 0,2 qalır. 0,2-ni 97-yə vuranda 19,4 eləyir. İndi görün, nə edəcəm? İndi nə qayıracam? Singes. Aldığım 19,4-ü sink sulfidin üzərinə yazacam. Altına yenə emeri 97. İndi mən bu dəfə sinkə X, kükürdə Y yazacam. Niyə yazdım mən bunu? Niyə yazdım? Bilirsinizmi? Çünki tapıram ki, 19,4 qram sink sulfidi almaq üçün mən nə qədər sink, nə qədər kükür sərf eləmişəm. Bax, bunu araşdırıram da bayaqki kimi. Bu 65-dir, bu da 32-dir. İndi elə bil X bölü 65. Aha, deməli, bura 97. Buradan X eləyir nə? 13 qram. Bundan bu xısar gedəndə 0,2 eləyir. 65-ə vuranda 13 qram. İndi Y hesablayıram. Y bölü 32. 19,4 bölü 97. Buradan da Y eləyir 6,4. İndi yuxarı baxın.
Sinkdən nə qədər tökmüşdüm? Sinkimizdən 15. 15-in buna bax 13 qramı reaksiya girdi. 2 qram sink artıq qaldı. Amma kükürtdən buna baxın 6.4 tökmüşdüm. 6.4-ü də sərf olundu. Deməli kükürtdən artıq yoxdur. 19.4 qramdır cavab. Bir də 2 qram sink artıq qalır. Cavab variantı. 4-cü suala keçirəm. 4-cü sual eyni ikinci sualdır. Bir diqqətlə baxın. 4-cü sual eyni ikinci sualdır. Eynisidir. Bir də izah edəcəm ki, daha yaxşı yadınıza qalsın. Kalsiumdan oksigen reaksiyasıdır. Kalsium oksidi alındı. Əmsala ehtiyacı var. Əmsallaşdırdım. Bunu 112 qram verib. Və mənə deyir ki, kalsiumdan oksigeni bərabər kütlədə tökdü. XX yazdım. Kalsium 42 evranda 80, bu 32. Bu da 112 eləyir də. Çünki kalsium oksid orada ona bax, kalsium oksidinin emerini 56 verib. 2 evranda da 112. Deməli tənasübdən birinci x-imiz 80 çıxır. İkinci x-imiz 32 çıxır. Yəni bu nə deməkdir bu fikir? 112 qram kalsium oksidi almaq üçün 80 qram kalsiuma 32 qram oksigenə ehtiyacım var. Amma bu deyir ki, bunları bərabər kütlədə tök. İndi deyirəm, çoxdan tökək ki, hər ikisi rahat girsin, yoxsa azdan? Əlbəttə çoxdan. Çünki az töksəm, kalsium getməyəcək. Deməli, mən bunun ikisini də 80-80 götürsəm, 80 minus 80, 0 kalsium. Amma 80 minus 32 bərabərdir. 48 qram nə? Oksigen artıq qalır. 48 qram oksigen A variantı. 5-ci sualda 3-cü sualın eynisidir. Yəni oxşar o sualları özüm saldım ki, bir neçə dəfə təkrar mən onu izah eləsəm daha yaxşı mənimsəyərik də. İndi 5-ci sualda. 5-ci sualda bir dəqiqə belə eləyək. Aha, daha yaxşı, rahat yazım da. İndi bu dəfə kuprumla S reaksiya girib, kuprum S alınıb. Bilirsiniz ki, əmsalada ehtiyac yoxdur, burada görürük də. Sağla solda atom sayı bərabərdir. 12.8 qram mis, 8 qram kükürt. Buradan kuprum S-i tapım. X. Bu 64, bu 32. Bu da 96-dır. Məhsulu tapmaq üçün iki tənasüb görəndə məhsulu az olanla tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirik. 12.8-i 64-ə böləndə 0.2 düşür. 8-i 32-yə böləndə 0.25 düşür. Deməli az olan budur. 12.8 böl 64 bərabərdir. X böl 96. Deməli əvvəlcə məhsulumuzu tapıram. 0.2 96 evranda 19.2 qram kuprum S. Bunu aldım. Və cavablarda 19.2 qram bir neçə yerdə var. Bir də artıq qalan maddi istəyir. Deməli tənliyimi təzdən yazıram. 19.2-yi buraya yazacağım. 96-yı buraya yazıram. Buna bir Y, buna bir Z yazıram ki, görüm bunların hərəsindən nə qədər xərclədim. Baxıram ki, bu tənasübü qururam. Bax buna. Onsa bundan bir xısar gedəndə 0.2 eləyir. 0.2-yi 64-də vuranda Y eləyir 12.8. Bu misdir. İndi Z hesablayıram. 0.2-yi 32-yə vuranda 6.4 qramda kükürtdür. İndi yuxarıya baxın. 12.8 qram mis idi. 12.8-i də sərf olundu. Qalmadı. Amma kükürt 8 tökmüşdülər. 6.4-ü girdi. 1.6 qram kükürt artıq qaldı. Cavab 19.2 ilə 1.6. 1.6 qram kükürtdür. Ha, diqqətli olaq, cavabımız düz seçək, C variantı. 6-cı sualı keçid eləyirəm. 6-cı sualda reaksiya daxil olan maddələr hidrogendir, bir də oksigendir. Kütlələrinə AA yazıb. Əvvəla bu 2 qramdır, bu da 32 qramdır. Uşaqlar, müəllimlər, əziz müəllimlər, bax kütlələrinə AA nə deməkdir? Yəni bərabərdir. Onda mən bunların hərəsini 32-yə gətirərəm. 32-yə gətirmək üçün bunu 16-ya vuraram, bunu 1-ə vuraram. Düzmü deyirəm? Aha. İndi ikisinin bir yerdə cəmi mol neçə eləyir? 17 mol. Ona bax, cədvəlin aşağısında da deyir ki, elə ki, həm kütlələrini bərabərləşdir, həm də deyir ikisi bir yerdə 17 mol olsun. Deməli, bura qədər hər şeyim düzdür. İndi getdim. Artıq qalma məsələsidir bu da. Tənliyi yazıram, əmsallaşdırıram. Deməli, bunların hərəsini neçə tökdüm? 32 qram, 32 qram. Mənə deyir, alınan suyun kütləsini tap. Suyu X yazıram. Bu 4 qramdır, bu 32 qramdır. 2 mol su da 36-dır. Yenə məhsulu az olandan tapırıq. Az olan görürsünüz burada budur. Az. 32 bölü 32 bərabərdir X bölü 36. X bərabərdir 36 qram su eləyir. 36 qram su eləyir. Deməli, indi artığı tapacağım. H2 üstə gəl O2. 2 mol su. Deməli, 36-yı suyun üstə yazıram.
Aşağısına elə kütləsi belə 2 mol suda 36-da. Buna bir y yazıram, bir z yazıram. Bu 4 qramdır, bu da 32 qramdır. İndi bu tənasübdən y-imiz neçə eləyir? 36'lar getdiyinə görə y 4 eləyir, z də 32 eləyir. İndi yuxarı baxın. Bunların hərəsindən nə qədər tökmüşdüm? 32, 32. Deməli 32 çıx 4 bərabərdir 28 qram hidrogen artıq qaldı. Oksigenə baxıram. 32 çıx 32. Niyə? Çünki 32 tökmüşdülər. 32'si də sərf olundu. 0 oksigen. Deməli suyu 36 qram aldıq. 28 qramda artıq hidrogen oldu. Alınan suyun kütləsi 36, artıq qalan hidrogen kütləsi də D variantıdır. 28 qram artıq qaldı. 7-ci sual. Belə bir tənlik verib hazır şəkildə. Deməli 80 litr bunu verib, 20 litr də bunu verib. Yenə artıq qalma məsələsidir. Nəyə görə? Çünki cavablarda gah yazıb bu qədər reaksiya daxil olur, bu qədər artıq qalır. Deməli mən əvvəlcə bilirsiniz ki, mütləq şəkildə artıq qalma məsələlərində mütləq məhsulu tapmalıyam. Məhsula bir A yazıram. Görürsünüz də bunların hamısı litrdir deyə altını ilə əmsalla işləyə bilərsiniz. Başa düşdünüzmü? Məsələn, biri litr, biri başqa parametr olsaydı, onda mən cəhərənin öz aşağısını özünə uyğun yazmalıydım. Amma yox, sürət hissələr hamısı litr olanda niyə aşağıya əmsal yaza bilərsiniz, bilirsinizmi? Çünki onsuz da litrin altına əmsal veririm ki, onda 4 yazılır. Litrin altına əmsal veririm ki, onda 4 yazılır. Litrin altına əmsal veririm ki, onda 4 yazılır. Onsa bunlar hamısı ixtisar gedəcəkdir. Ona görə dedim. Yəni, molları yazsaz problem olmaz. Əgər yuxarıların hamısı litr olsa. İndi yenə məhsulu az olanla tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirik. Bizə dəqiqə. Səhv yazdım ha burada. Üzr hesab edin. Çünki məsələdə 80 litr y deyir. 80'i ikisinin üstə yazmışam. 80'i y-in üstə verib. Aha, 20'yi bura. Aha, hər şey qaydasında. Yerini dəyiş yazmışam sadəcə. Aha, məhsulu belə olanda az olanla tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirlər. Az olan görürsünüz də, x olan x-dir. İndi 20 böl 1, A böl 2. A neçə eləyir buradan? 40. İndi aparıb yerinə qoyuram. X plus 3y alınır 2z. 40'ı gətirdim, bura qoydum. Buna bir B yazıram, bir C yazıram. Görüm indi bunların hərəsindən nə qədər sərf eləmişəm. B buradan eləyir. Yəni bu tənasübdən B eləyir 20. Bu tənasübdən C nə qədər eləyir? 60. İndi yuxarı keçirəm. X-dən nə qədər tökmüşük? 20. Bax, 20'si də sərf olunur. Y-dən nə qədər tökmüşük? 80'i. 80 çıx 60. Y-dən görürsünüz 80 tökmüşük. Burada gördüm ki 60'ını sərf eləmişəm. Deməli 20 litr Y artıq qaldı. Yəni Y-imin 60'ı sərf olundu, 20'si artıq qaldı. Doğru ifadəni istəyirsə, onda cavab doğrunu istəyir, yanlışı. Doğru deyil istəyir. Onda cavab D variantı səhvdir də. Çünki yazıb 20 litr Y reaksiya girib. Xeyr, 20 litr Y artıq qalıb. 60'ı sərf olunur. Bu da belə. Davam eləyirəm. 8-ci suala. 8-ci sualda nə deyir? Belə bir tənlik yazıb. X, Y3 ox qoydum. 0,5 mol X2, 1,5 mol da Y2. Qapalı qabda 1 mol X-Y3 qazı parçalandıqda, yuxarıdakı tənlik üzrə parçalanır. X-Y3-ün 10%-nin parçalandığı an üçün hansı ifadə doğrudur? Bizə dəqiqə, gəlin belə eləyək də, 1 mol X-Y3 verib. 1'in 10% parçalanıb deyir. 1'in 10% neçə eləyir? 0,1. Deməli, 1 mol X-Y3-ün 10%, yəni 0,1 molu parçalanıb. Bu nə deməkdir? Əgər 1 molun 0,1 molu parçalanıbsa, onda 0,9 molu parçalanmamışdı deməkdir. Görün düzmü dedim? Demirmi 1 molun 10% parçalanıb? Bu eləyir 0,1. 1'in 0,1 parçalanıbsa 0,9'u parçalanmayıb. Cavab Y variantıdır. Bir dənə baxın. İndi o biri cavabları sizin üçün müzakirə edəcəm. Mənə deyir ki, A variantında 0,1 mol X2 əmələ gəlib. Gəlin tapaq. X2'yə bir A yazıram. Bu 1, bu da 0,5. Boy, X2 eləyir 0,5. Bu səhvdir.
Qabda təzyiq azalmışdı. Gəlin baxaq. Qabda təzyiq azalmışdımı? Qabda təzyiqin azalması üçün ümumiyyətcə gəlin reaksiyamızın özünə baxın. Burada 1 mol XY3 qazı var. Hamısı da qazdır ha, bunların özü orada yazıb. 1 mol XY3 reaksiya girib 0,5 mol X2, 1,5 mol Y2 alınıb. Məntiqlə düşün də. 1 mol elə bil reaksiya girib. Nəticədə 2 mol qaz alınıb. 1 mol qaz reaksiyada girib, 2 mol qaz alınıb. Əlbəttə ki, təzyiq artacaq. Çünki təzyiqə biz qaza görə baxırıq da. Bilirsiniz ki, qazın molu çoxdursa təzyiqi də çox deməkdir. Qazın molu azdırsa təzyiqi də az deməkdir. Əgər bir reaksiyada sağ və solda qazların molları bərabərdirsə, deməli orada təzyiqdə dəyişiklik olmayıb. Yox, əgər alınan qazların molu girən qazın molundan çox olsa təzyiq artıb deməkdir. Alınan qazın mol sayı girən qazın mol sayından az olarsa təzyiq azalıb deməkdir. Mənim dediyim başa düşdünüzmü? Ona görə B də səhvdir, C də səhvdir. Qabdakı qaz qarışığının mol miqdarı dəyişməmişdi. Necə yəni dəyişməmişdi? Bu 1 moldu, bu da 2 moldu. Eləcə də üstlərini də, onsa bu 0,1 bura qoyub, bunlara bir A, bir B də yazsan, eyni nisbətdə gələcəksən də. Ona görə səhvdir o da. Cavab bir dənə Y variantı doğrudur. İndi o birisi suala keçirəm. 9-cu suala. 2 mol XY2 üstə gəlir Y2 alınıb 2 mol XY3. Eyni həzmdə götürülmüş XY2 və Y2 qazları arasında reaksiyada maddələrdən biri tam sərf olunarsa, reaksiyadan sonra qabda olan maddələrin mol miqdarı hansı halda doğrudur? Əvvəla mən sizdən bu cümləni istəyirəm. Bu cümlənin mənasını başa düşməyinizi istəyirəm ki, reaksiyadan sonra qabda olan maddələr deyəndə nəyi başa düşməlisiniz? Baxın, reaksiya baş verdi, qutardı. Bu reaksiyadan sonra qabda nə qədər, hansı maddə olar deyəndə, yəni biz məlum məsələdir ki, deyirik ki, alınan olur, bir də girəndən artıq varsa. Əgər varsa, yoxdursa əgər girəndən artıq, deməli sadəcə alınan olacaq. İndi bizdə mənə onu tələb eləyir. Deyir, reaksiyadan sonra qabda olan maddələrin mollarını müqayisə elə. Deməli, mən nə etməliyəm? Əvvəlcə məhsulumu tapmalıyam. Kənara qoymalıyam. Sonra da girənlərdən artığı tapmalıyam ki, nə qədər artıq var. Sonra onları müqayisə eləməliyəm. İndi bir şey var. Məsələn, bəzən abituriyentlər və yaxud da müəllimlər bu suala baxanda deyirlər, məsəl üçün, müəllimə, burada heç bir məsələdə ədəd verilməyib. Mən nə ilə işləyim? Mən onu sizə belə öyrətmişəm. Əgər, məsələn, bu tip məsələdə ədəd verməyəndə, onda əmsallarınla işləyən. Maddənin öz əmsallarından. Baxın, mən görürəm ki, XY2 maddəsi 2 mol, bu isə 1 mol sərf olunub, düzdürmü? İndi bu da mənə deyir ki, bunları eyni həzmdə götür. Eyni həzmdə götürmək, eyni molda götürməkdir də. Çünki bilirsiniz ki, molları bərabər olanın həzmi də molekulda bərabər kəmiyyətdir. Biz bunu Avogadro qanununda keçmişik. İndi normalda bu tənliyin özü 2-nin 1-ə girir. Bu deyir, bunu bərabər götür. İndi məntiqlə düşünək. Mən bunu 1-1 götürüm ki, rahat geçsin, yoxsa 2-2 götürüm. Əlbəttə 2-2. Niyə? Çünki mən sizə demişəm ki, çoxdan götürün ki, hər ikisi rahat reaksiya girsin. Artığın ziyanı yoxdur. Əsas odur ki, reaksiya getdi. Az götürsən, reaksiya getməz ha. Aha, deməli, məsələnin şərtində ədədlər verməyəndə əmsallarla işləyə bilərsiniz. 2-nin 1-ə girib, eyni həzmdə götür, yəni bərabər molda götür deyir də. 2-nin 1-ə, onda 2-nin 2-yə götürürəm ki, rahat geçsin. İndi məhsulu tapıram 1A, bura 2. Məhsulu tapmaq üçün 2 tənasüb görürəm və az olanla hesablayıram. 2 bölü 2, A bölü 2. Buradan A neçə eləyir? 2. A2-dirsə şifaid eləyə bilərəm də. İndi aparıb 2-yi buraya yerinə qoysan, onsuz da bundan 2, bundan 1 sərf eləyişən də məlum məsələdir. Ya da açıq yazıram ki, tam başa düşün. Tam başa düşəndən sonra bir müddətdən sonra siz də şifahi eləyə bilərsiniz. İndi aldığım 2-ni gətirib bura qoyuram. Əmsalını yazdım. Buna bir B, bir C. 2, 1. B neçə eləyir buradan? 2-lər xısar gedəndə 2. Buradan da C bərabərdir 1. Yuxarıda X, Y2-də 2 idi, 2. Sərf olundu, təmiz getdi, yoxdur. Y2 yuxarıda 2 idi, aşağıda 1. 2 minus 1 bərabərdir. 1 mol Y2 artıq. Deməli, nəticəm nədir? Sondakı nəticədən danışaq. 2 mol XY3 alınandı. 1 mol Y2 də artıq qalandı. Onda cavab XY3-ün miqdarı Y2-dən çox olacaq. Görək, varmı elə bir cavab? XY3-ün miqdarı Y2-dən artıq. A variantına baxsaq görürük də. Bəli, rahatlıqdan. 10-cu sual. Maraqlı bir sualdır.
10-cu sualda əvvəla qrafiki başa salmaq istəyirəm sizə. Qrafik sizə nə deyir? Qrafikdə asetilenin molu görürük ki, zamandan asılı olaraq aşağı düşür və mənə asetilenin yanması deyir. Aşağı düşməyə normaldır, çünki həmişə demişəm ki, reaksiyaya girənlər azalır, alınanlar artır da bilirsiniz. Asetilen də girən maddə olduğu üçün azalmalıdır. Tənliyi yazıram, əmsallaşdırıram. Aha. İndi mən qrafiki başa salmaq istəyirəm. Qrafikdə görürəm ki, asetileni 7 mol töküb, o düşüb 1-ə. Nə deməkdir, bilirsizmi? 7 onun başlanğıcıdır. 7 tökdüm. 1 artığıdır. Yəni reaksiyada iştirak eləməyəndir. 7-dən 1-i çıxanda 6 da onun sərf olunandır. Deməli, asetilen üstünə 6 mol yazıram. Yazdım mı? İndi, yəni 6 mol asetilen sərf olunub, 1 mol da artıq qalıb da. Qrafik bunu ifadə elədi mənə. Nə istəsən tapa bilərsən. A variantında yazıb 15 mol oksigen reaksiyaya girib. Oksigeni tapıram. X. 2, 5. Buradan X neçə eləyir? 32 bölündə 15. Elə cavab A variantında çıxdı. Gördünüz? B-də yazıb 5 mol asetilen reaksiyaya girib. Xeyr, 6 mol girib. Qrafikdə görmürsünüzmü? 5 mol su alınır. Gəlin gedək suyu tapaq. Y bura 2. İndi 6 bölü 2, Y bölü 2. Görsənmi? 6 mol su eləyir. Amma 5 mol yazıb, səhv yazıb. Bu dəfə CO2 istəyir. CO2'yə bir Z yazıram, altına 4 yazıram. 6 bölü 2, Z bölü 4. Bu eləyir 12. 6 mol CO2 yazıb, səhv yazıb. 1 mol asetilen reaksiya daxil olmuşdu. Xeyr. Qrafikdən görünür ki, 1 mol asetilen artıq qalıb. Cavab A. 11-ci sualda çox maraqlı artıq qalma məsələlərindən daha çox istifadə olunanlardan biridir. Diqqətdən qulaq asaq. 11-ci sual. Deməli, CO-dur. Bir də oksigendir. Bilirsiniz ki, alınır CO2. Deməli, bizə nə deyir? Deyir, eyni kütlədə götürülmüş CO və oksigen qazları reaksiyaya girdikdə qazlardan birinin 12 qramı artıq qalır. Hansı ifadə doğrudur? Baxın, uşaqlar, əziz müəllimlər, mən görürəm ki, bu kütlədən danışmadı. Baxıram ki, bunun özü 56 qramdır, bu da 32 qramdır. Yəni, bu reaksiyanın baş verməsi üçün 56 qram dəm qazı, 32 qram da oksigen lazımdır. İndi mən buradan nə görürəm? Bu maddəyi eyni kütlədə götür. Mən də sizə öyrətdim ki, çoxdan götür ki, hər ikisi rahat geçsin. 56 töksəm, bunun hamısı sərf olunacaq. Görürsünüzmü? Amma oksigenden nə qədər artıq qalacaq? Oksigenden 24, 56-dan 32, 24 qram artıq qalacaq. 24 qram oksigen hesablasaz görəcəksiniz ki, artıq qaldı. Amma bu mənə məsələdə nə deyir? Bu mənə məsələdə deyir ki, 12 qram artıq qalsın. İndi deyirsiniz ki, fikirləşirsiniz oturub. Mən 56 töksəm, 56 töksəm, 24 qram oksigen artıq qaldı. Amma bu deyir 12 qram qalsın. Aha, baxıram ki, 12 24-dən 2 dəfə azdır. Deməli, mən bunları 56 yox, 28 töksəm, oksigenden 12 qram artıq qalacaq. Gəlin, indi onu sübut eləyim sizə. Deməli, buna bir X yazıram. Bu da 88-dir də kütləsi. Məhsulu az olanla tapırıq, bilirsiniz. Az olan da buradır. İndi bu tənasübdən X neçə eləyir? 2-də 1 X eləyir 44. X 44. İndi apar yerinə qoy. 2 mol CO üstə gəl oksigen. Alınır 2 mol CO2. 44. Bu da 2 vur 44, 88-dir buranın kütləsi. Buna bir Y, buna bir Z. Bu neçə eləyir? 56, bu 32-dir. Aha. Tənasübdən buranla bura neçə eləyir? Tənasübümüz 2-də 1-dir də. 56 2-yə böləndə Y 28 eləyir. Z neçə eləyir? Z eləyir 16. İndi yuxarı baxın. CO-dan nə qədər tökmüşdülər? 28. 28 çıx 28 0. CO. Oksigenden 28 tökmüşdülər. Bu da 16'sı girdi. 12 qram oksigen artıq qaldı. Gördünüzmü? Həqiqətən də 28 qoyanda gördüm ki 12 mol artıq qalma baş verdi. Əla. Nə doğrudur deyir? Artıq qalan dəm qazıdır. Səhvdir, çünki oksigendir. 1 mol CO2 əmələ gəlir. Oksigenin başlanğıc kütləsi 28 qramdır. 3 düzdür. Çünki buna baxın. CO ilə oksigenin başlanğıcına nə qədər götürdük? 28 götürdük ki 12 qram artıq qalsın. Əla. 3 düzdür. 1 mol CO2 əmələ gəlir. Gəlin tapaqdan. İndi biz burada elə yuxarıda qulaq asın. CO üstə gəl oksigen. CO2 döymü? Qulaq asın. 28 tökmədikmi? 28 tökdük. CO2'nin molunu istəyir. X mol. Molun altı əmsal. Bu da qramdır deyə 56. Bu da 32.
Az olanla tapırıq da məhsulu. 28-56-ya bölüm x bölü 2. Bunlar ixtisar gedir 2-də 1. O da eləyir 1 mol. X bərabərdir 1 mol. Elə bil bununla bunun arasındakı tənasübdən x eləyir. Nə? 1 mol eləyir də. X-in 1 mol eləyir. X-in 1 mol eləyir və cavabın 1 mol CO2. Düzdür. Cavab hasıdır. 1 mol CO2 əmələ gəlməyi düzdür. Oksigenin başlanğıc kütləsinin 28 olmağı o da düzdür. Keçirəm neçənci sual? 12-ci sual. 12-ci sual elə bayaqki bu suala oxşuyur. Fikir verirsinizmi? 6-cı suala. Hidrogenlə oksigen kütləsi. Bu deyir, bunu bərabər götür. Bərabər götürmək üçün bunu 16-ya vuraram, bunu 1-ə. Cəmləsi eləyir molları, 17 mol. Deməli, cədvəlin içərisində nə deyibsə, ona düzgün əməl elədim. Tənliyə aparıram reaksiyamızı. Əmsallaşdırdım. Bunların hərəsi 32-32 qramdır. Hərəsi 32-32 qramdır. İndi mənə deyir ki, diqqətdən qulaq asın. Baxın, hansı qrafik doğrudur? Baxın uşaqlar, elə bunları yazmışkən, kütlələri yazın bir dəqiqə. 3-cü qrafikə bir baxın, 3-cü qrafikə. Deyir, A plus 4 qədər su alınır. Cədvəlin içərisində biz A-lara neçə verdik? A-lara 32 verdik də, 32-32 vermədikmi? Aha. İndi 3-cü qrafikdə deyir ki, A üstəgəl 4, yəni 36 qram su əmələ gələr. Gəlin gedək suyu tapaq. Kim olsa 36 da indi. İndi məhsulu tapmaq üçün 2 tənasübdə az olanla hesablama aparıram da. X bərabərdir 36 qram. Həqiqətən də 3-cü qrafik doğrudur. A plus 4 36 deməkdir. Çünki A-lara mən 32-32 verdim də bayaq. Həqiqətən də məsələmdən tapdım ki, 32 qram hidrogen, 32 qram oksigenlə qarşılıqlı təsirdə olsa 36 qram su alınır. 3 düzdür. İndi hidrogenlə oksigeni tap deyir. Deməli 36-yı bura qoyuram çünki suyu almışam. Hidrogeni tapıram ki, görüm hidrogendən neçə qram sərf eləmişəm. Buradan bu eləyir x bərabərdir 4 qram hidrogen sərf olundu. Yuxarıda nə qədər vermişdilər? 32. 32-nin 4-ü sərf olunub. 28 qram hidrogen artıq qalıb. Birinci qrafikdə nə yazıb? Yox, birinci qrafikdə 12 mol hidrogen artıq qalıb. Çünki qaba 16 mol töküb. Həqiqətən də baxın, hidrogen 32 tökməmişdikmi? 32 qram hidrogen 16 mol deməkdir. 16 moldan deyir 12 mol artıq qalır. Xeyr, mən tapdım ki 28 qram hidrogen, yəni 14 mol H2 artıq qalıb. Deməli birinci qrafik səhvdir. Yazıb oksigen sıfıra düşür. Baxaq da, indi oksigeni tapaqmı? Buna da 1 Y, bu da 32. Y buradan neçə eləyir? Elə bil bununla bunun arasında tənasübdə Y neçə eləyir? 32. Yuxarıda Y oksigen nə qədər tökmüşdün? 32. 32-nin 32-si sərf olunduğuna görə ümumiyyətcə oksigendən qalmayıbdır. Hidrogenden qalıb 28 qram, yəni 14 mol, amma oksigenden qalmayıb. Düzdür də sıfıra düşüb da. İkinci qrafikdə yazıb ki, oksigen təmiz sıfıra düşüb. Əla. Cavab 2-3. 13-cü sualda. 13-cü sualda nə deyir? Hidrogen oksigenlə reaksiya girir, su alınır. Tənlik yazıldı, əmsallaşdırıldı. Qapalı qabda reaksiyasından 72 qram su alınıb deyir. Qoydun mu? İndi mənə deyir ki, reaksiyadan sonra 8 qram hidrogen artıq qalıb. İlkin qarışıqda neçə mol hidrogen olub? Deməli, gəlin hələ bir görək. 72 qram su alınanda neçə qram hidrogen reaksiyaya girib? Tapa bilərəm bunu? X buradan 8 qram elir. 8 qram hidrogen reaksiyaya girdi. 8 qram hidrogen sərf olunub. 8 qram hidrogen də artıq qalıb deyir məsələdə. Onda ilkin, yəni başda 16 qram hidrogen tökmüşük. Deməli, qaba 16 qram hidrogen tökmüşükmüş ki, biz baxdıq ki, bunun 8 qramı sərf olundu, 8 qramı artıq qaldı. Düzmü deyilir? Bax, diqqətlə baxın ha. 72 qram su alınması üçün sən 8 qram hidrogen sərf eləməlisən. 8-i də artıq qalıbsa, deməli 16 imiş də. 16 qram hidrogen də 8 moldur, A variantı. Çünki 1 mol H2 2 qram da 16 qram 8 mol eləyir. 14. SO2-nin üstü O2 gəlib, vanadium 2O5 katalizatorunda kükürt altı oksid alıb, tənlik yazıldı, əmsallaşdırıldı. Və indi mən sürətli əmsallaşdırıram. Abituriyentlərimiz indi özünüz bilirsiniz də, tənliyin sağla solunu əmsallaşdırıb, yəni bərabərləşdirirsiniz. Aha, deməli bunu 2 mol verib, bunu da 12 mol verib. Deyir ki,
Hansı maddədən neçə mol artıq qalır? Məhsulun çıxımı da 100% edir. Tapaq. Məhsulu əvvəlcə tapmalıyıq. Molun altında əmsallar yazıldı. Yenə 2 tənasüb var. Az olanla tapırsınız. Az olan bax budur. 2 2-yə böləndə 1 eləyir. 12-yi 1-ə böləndə 12. O çoxdur. Deməli 2 bölü 2. X bölü 2. X buradan eləyir 2 mol SO3. Bu məhsulu 100% çıxımla alıbsa, onsuz da 2-nin 100%-i elə 2 eləyir də. Deməli məhsul 2 mol alındı. Təzədən yazıram. Buraya 2 mol verib, yəni verib də biz 2 mol SO3 aldıq, yerinə qoyduq. Buna bir Y yazıram, buna bir Z yazıram. Bu 2 eləyir, bu 1 eləyir. Y neçə eləyir? 2. Z neçə eləyir? Z neçə eləyir? 1. İndi yuxarı baxın. Baxın. 2 idi SO2. İkisi də sərf olundu. 0 SO2. Oksigen 12 idi. Biri sərf olundu. 11 mol O2 artıq. 11 mol oksigen artıq qaldı. Bircə dəqiqə. Deyəsən mən məsələdə 12 mol oksigeni səhv yazmışam. Yəqin yazanda eləmişəm. Bircə dəqiqə. Yox. 12 molun səhv yazmamışam. SO2-nin molu 20 mol deyir orada. Bircə dəqiqə üzürlü hesab eləyin. Bu 20 moldur. Üzr istəyirəm. İndi düzəldərəm o sualda testdə. Bircə dəqiqə. Hara getdi testimiz? SO2 20 mol verib. Buna 20 eləyim onda. Bircə dəqiqə. Onsuz da az olan yenə SO2-dir. Bura 20 eləyim. Bircə dəqiqə. Bura 20 çıxır SO3. 20-nin 100% ilə 20 eləyir. Sadəcə ədəddə səhv eləmişəm. Heç bir problem yoxdur. İndi buradan Y eləyir 20. Aha. Bəs oksigen neçə eləyir? 10. Aha, əla. Hər şey qaydasında. Bir dənə 2-yi elə bil 20 elədim də. Hər şey düzdür. Qalan hər şeydə problem yoxdur. Görürsünüz də düzəltdim. Aha, 20 molu gətirdim. SO3-ün üstə yazdım. Buradan gördüm ki, SO2-nin 20 mol sərf olundu. Oksigen isə 10 mol. Yuxarıda nə görürəm? SO2-yi 20 töymüşdüm. 20-si də sərf olundu. 0 SO2. Bəs oksigen nə tərdir? Oksigenden 12 töymüşəm. 12-nin burada nə görürəm? Onu sərf olunub. 2 mol O2 artıq qalıb. Deməli 2 mol O2 artıq qalıb. Cavab Y variantı. 15-ci suala baxaq. 15-ci sualda kükürddən sink sulfit qarışığını yandır deyir. Yandıraq. Burada SO2 alınır. Sink sulfit. Bunu yandıranda sinko üstə gəl SO2. Deməli, qarışıq deyəndə mən həmişə maddələri alt-alta yazıram. Yazdım. Yandır deyir, üzərinə oksigen gəldim, yandırdım. Birincinin əmsala ehtiyacı yoxdur, amma ikincinin var. Aha, 2 kükürdə görə bura 2, 6 oksigenə görə bura 3. Hər şey hazır. İndi qulaq asın. Qrafikdə nə görürəm? Qrafikdə görürəm ki, uşaqlar, əziz müəllimlər, o qrafikdə birinci qrafik SO2-dir, yuxarı qalxan, aşağı düşən oksigendir. Ha, yaxşı. O qrafikdə yenə deyirəm, oksigeni yazmamışam, amma oksigendir. Aha, indi diqqətdən qulaq asın. Nə görürəm? Görürəm ki, bu qrafikə görə 1.8 mol SO2 alınır. Onsuz da sən də görürsən ki, SO2 bunun ikisində bir yerdə alınır. İkisində bir yerdə 1.8 mol SO2 alınır. Bəs oksigenə nə olub? Oksigeni 3 töküblər, 0.6-sı artıq qalıb, 2.4-ü reaksiya girib. Yəni oksigenimdə 2.4 sərf olunub. Əla. İndi bir şey var da, deyəcəksə, ay müəllim, mən nə bilim hərəsinə nə qədərdir? Məsələn, ikisindən bir yerdə 1.8 mol SO2 alınmayıb, mən nə bilim hər SO2-yə nə qədər düşür? Ya da ikisinə bir yerdə 2.4 mol oksigen sərf olunmayıb, mən nə bilim bunların hərəsinə nə qədər oksigen lazım olur? Belə tip məsələlərdə sizə sistem tənliyi öyrətmişəm. Sistem tənliyi qurmaq üçün əmsalların nisbətindən istifadə edəcəm. Birincidə əmsalları 1-1-1 deyilmi? Yazıram x. İkincidə əmsalları 2y, 3y, 2y, 2y. Görürsünüzmü? Əmsalların nisbətindən. Birinciyi həmişə x-lə, ikinciyi y-lə işarəliyim. İndi demir, oksigen, sərf olunan oksigen, yəni x plus 3y. Dedim axı hərəsinə nə qədər olduğunu bilmədiyim üçün x-y-lə işarələdim. 2.4-dür sərf olunan oksigen. Bəs SO2 nə qədərdir? SO2
x üstəgəl 2y-də 1/8-dir. Əla. İndi getdik bizə dəqiqə. Sistem tənlik. Tərəf-tərəfə çıxsam, y bərabərdir 0/6 eləyir. Deməli, mən y-ə 0/6 tapdım. İstəsəm yerinə qoyub x-i də tapa bilərəm, heç bir problem yoxdur. Mənə deyir ki, qrafikə əsasən alınan metal oksidinin mol sayı qutardır. Metal oksidi hasıdır burada. Hay, uşaqlar, əziz müəllimlər, metal oksidin bax budur. Sink oksiddir də, düzdür? Metal oksidim sink oksiddir. Və nə qədər alınıb? 2y qədər alınıb. Düzdürmü? İndi o molunu hesabla deyil. Y-i tapdığına görə yerinə qoy. 2 vur 0/6, o da eləyir 1/2. Cavab 1/2 mol metal oksidi alındı. Bu qədər. Əziz müəllimlər, abituriyentlər, bugünkü sınavımızın izahı bu qədər. Yenə deyirəm, 14-cü sualda 20 mol SO2-dir. 15-də də burada yuxarıdakı qrafik SO2-də aşağı düşən qrafik oksigenini düzəldəcəm testimizin üzərində onu. Aha, bugünkü testimizin izahı bu qədər. Əgər kimlər hansı tip suallarda çətinlik çəkirsə, sınaq qrupumuza qoşulub, yəni o həmən testlərin özlərindən, izahından faydalana bilər. Sağ olun, bugünkü testimizin izahı bu qədər.